Əgər səndə bu keyfiyyət yoxdursa, bil ki, elədiyin bütün işlər əslində mənasız olacaq. Xüsusən satış adamları, iş adamları üçün. Bilirəm, təbəssüm hamıya lazımdır. Bunu bütün biznes sektorunda ətraflı izah edirlər və deyirlər ki, mütləq lazımdır. Və nitq də gözəl olmalıdır. Ümumiyyətlə, hər şey gözəl olmalıdır, insana Çexov demiş. Amma təbəssümümüzü də idarə eləməliyik. Bu da bizim bədən dilimizin bir parçasıdır. Məsələn, bu yaxınlarda mən anamı bir həkim apardım. Uzman doktor idi, cavan oğlan idi və çox da savadlı idi. Baxmayaraq ki, çox savadlı idi. Mənim anam onun yanına çıxandan sonra dedi ki, İradə, məni bir də bu həkimə gətirmə. Dedim, niyə? Bir çox gülür. Mənə çox qeyri-ciddi təsir bağışladı. Deməli, biz gülüşümüzü də kontrol eləməliyik. Çünki bu bizim savadımızı belə ötə bilir. Və təbəssümümüzü necə nəzarət edək? Ümumiyyətlə, təbəssümün adı var, bilirsinizmi? Bunun adı geyşa təbəssümüdür. Geyşalar 17-ci əsrdə Yaponiyada yaşayıblar və əxlaqsız qadınlardan mədəniyyət və incəsənət xadimi olan qadınlara çevriliblər. Hətta geyşa sözünün tərcüməsi də incəsənət adamı deməkdir. Bəs biz bu gülüşü necə əldə edəcəyik? Bu gülüşün adı əslində gülümsəmədən gülməkdir. Baxın üzümə diqqətlə, təxmini bax belə bir şey. Gülümsəmirsiniz, amma sanki gülümsüyürsünüz. Bunu ilk dəfə stüardessalar və stüardlara tətbiq eləməyə başladılar. Çünki onlar fərqli bir sahədə idilər və bu nəqliyyat növü yerdə hərəkət eləmirdi. O insanlar sizə əminlik hissi bağışlamalıydılar. Daha sonra isə bunu marketinq götürdü, demək olar ki, işğal elədi və başladı müştəri xidmətləri ilə məşğul olan insanlara öyrətməyə. Yəqin fikir vermisiniz. Digər müştəri xidmətlərinə müraciət edəndə siz hətta onları söysəniz də, onlar sizə çox sakit və hətta pozitiv ruhlu, sanki gülümsüyürmüş kimi danışmış şəklində cavab verirlər. Bax, bu təbəssümün adı geyşa təbəssümüdür. Hamınıza məsləhət görürəm. Güzgü qabağında məşq eləyin və xüsusən satış adamısınızsa, iş adamısınızsa, geyşa təbəssümünü öyrənin. Əgər öyrənə bilmirsinizsə, bununla bağlı təlimlərimə qoşulun. Sizə bədən dilinin və gülümsəməyin belə ən doğru yolunu öyrədəcəm. Buyurun.